Salam, 13-cü suala baxaq. Burada birinci klasterin birinci xanasına ya Oqtay, ya Arif obrazlarını istəyir. İkincidə isə ona aid olan fikirləri söyləyir. Birinci baxaq C variantına. Həqiqət axtarıcının obrazlar öz istəklərini çatmaq üçün qarşısında müəyyən əngəllər var. Həm Oqtayın, həm də Arifin qarşısında müəyyən əngəllər var. C variantı hər ikisinə uyğundur. Romantik obrazdır. Hər ikisi romantik obrazdır. Digərinə baxaq. Arxasına nə danışır? Etdiyi əməllərə haqq vermək üçün obrazın bu xüsusiyyəti qabardır. Belə. Oqtayın etdiyi xüsusiyyət qabardılır. Yəni ki, Firəngizi öldürmək üçün etdiyi əmələ haqq vermək üçün müəllif bunu qabardır. Romantik üslubda yazıldığı üçün deyir. Öz nəfsi ucbatından sonda qatilə çevrilir. Bu Arifdir. Öz nəfsi ucbatından sonda qatilə çevrilən, yaşadığı mühitin qurbanına çevrilən bu obraz sevdiyi qadının başqasına qovuşmağına mane olur. Yəni ki, o öz qardaşı olduğunu bilmədən Vasifə qovuşmağını istəmir Rənanın. Ona görə Vasifi güllələyərək öldürür. İştirak etdiyi əsərdə etdiyi davranışa görə başqası tərəfindən dəyərləndirən, həm də qınanılan obrazın iştiraki mövzudur. Burada Vasifi deyə bilərik ki, başqası tərəfindən, yəni Arif tərəfindən, Arif həm Vasifi başdan hər hansı bir əsiri xilas edib ona kömək etdilər deyən, ona tərifləyir ki, nə böyük nəcabətdir. Daha sonra isə qınanlı yenə də Vasifi qınayır ki, yəni Rənanın istədiyinə görə Vasifi qınayır ki, xeyr, mənim əlimdə silah varkən belə bir iş mümkün ola bilməz. Cavabımız oldu D variantı.